bir yarım müstəvidə yerləşən 3 müxtəlif şahı keçirmişdir. Dərəcə ölçüsü 180 dərəcədən kiçik olan neçə bucaq alınır? 1, 2, 3, 4, 5. Neçə dənə şuha keçirilib? 5 dənə şuha keçirilib. Nəyə bərabərdir? 5-ə. Şuaların sayı hansı düsturla hesablanır? Parçaların sayı qədər hesablanır da. Düz deyilmi? 5 vurulsun 4, vurulsun 2, neçə eləyir? 10 eləyir. Parçaların sayı qədər. Əgər düz xəttdə olsaydı şua, onda hansından hesablanacaqdı? 2-in düsturundan. Düz xəttdə deyil axı. Bucaqdadır. Bucaqlar parçaların sayı qədər hesablanır. Sonra nömrə 29 da ona aiddir. Keçən nömrə 30-a. Zarətqə öldürək bir dəqiqə. Aha. İndi nömrə 30-da. A düz bucaqdır. Nömrə 30-da. A düz bucaqdır. B kör bucaqdır. Bucaq B çıx bucaq A plus bucaq C bərabərdir neçəyə? 260 dərəcəyə. Bucaq C-nin dərəcə ölçüsünün ala biləcəyi ən kiçik tam qiyməti tapın. Aha. A bucaq A necə bucaqdır? Düz bucaqdır. 90 dərəcədir. Bucaq B kör bucaqdır. 180 ilə nəyin arasında yerləşir? 90-ın arasında yerləşir. Düz deyilmi? Kör bucaq nəyə deyilir? 180 ilə 90 arası deyilmi? 180-dən kiçik, 90 dərəcədən böyük. Mənim hansı dərsdir bu? Mən biraz gec qoş oldum deyən. Səhifə 165-də aç 30-cu misala. Aha. Mənim bucaqlar, bucaq dərsi. Bəli, bəli. İndi bucaq B 91-dən başlayır neçəyə kimi davam eləyir? 179-a kimi. 179 da daxildir. 179 da daxildir. Düz deyilmi? İndi bizə deyir ki, bucaq B. Bucaq B. Çıx bucaq A. Ən kiçik tam qiymətini tapın. Ən kiçik tam qiymət neçədir? Bucaq B-nin ən kiçik 79-dan 90-ı çıxacaq. Yox. Bizə deyir ki, ən kiçik tam qiymətini tapın. 91 ilə 179-da ən kiçik. 91-dən çıxıram nəyi? 90-ı. Üzərinə gəlirəm bucaq C-ni. Bərabər eləyirəm nəyə? Bunu veribdir da bizə. 1 plus bucaq C bərabərdir nəyə? 260-a. Oldu mu belə? Bucaq C-də nəyə bərabərdir? 259-a bərabər deyilmi? Bəli. Ən kiçik tam qiymətini tapın deyir. İndi bucaq C birində 259 oldu. İndi gəlin 179-u qoyaq. 179 çıx 90 plus bucaq C bərabərdir 260-a. 175 bunda da kiçik alındı. Bunda lap kiçik alındı. Ona görə böyük qiymətini də qoyaq. 99 17-dən 9 çıxıram 8 89 plus bucaq C bərabərdir 260 dərəcəyə. Bucaq C də bərabərdir 260-dan 89-u çıxıram 1 15-dən 8 çıxıram 7 171. Bucaq C nəyə bərabərdir? 171-ə bərabərdir. Ən kiçik tam qiymətini soruşur. Ən kiçik tam qiyməti hansı olacaq onda? Bucaq C-nin. Bucaq C-nin dərəcə ölçüsünü ala biləcəyi hansıdır?
91 ilə 179-dur. Ən kiçik tam qiyməti neçə oldu? 171 dərəcə oldu. Başa düşmədiniz? Bir də izah edin. Aha, bax, bucaq A düz bucaqdır. Neçə dərəcədir? 90 dərəcə deyilmi uşaqlar? Bəli. Kör bucaq. Kör bucaq 90-dan kiçik, böyük, 180-dən kiçik, 90-dan 180. Bu hansı qiymətləri alır? Bucaq B nəyə bərabərdir? 1.91-ə, bir də nəyə bərabərdir? 90 ilə 180-nin arasında bərabərsizlikdir. Hansı ədədlər yerləşir? Belə versə 90 daxil olardı. Belə verməyib axı, bərabərdir, yoxdur. Onda 90-dan 180, 179. İndi bu düsturda, bax, düstur yox, bu şərtdə üstə gələk bucaq C bərabərdir 260 dərəcəyə. İndi burada bir dəfə nəyə qoyacam? Bucaq B-nin yerinə 91, bucaq A-nın yerinə 90, plus bucaq C bərabərdir 260-a. Bu da bucaq C nəyə bərabərdir? 259 olmadı mı? Bir qiyməti bu oldu. İndi bir dəfə də 179-u qoyaq. 179 çıx 90 plus bucaq C bərabərdir 260-a. 179-dan 90 çıxanda 89 aldıq. Plus bucaq C bərabərdir 260-a. Bucaq C də bərabərdir 260-dan çıxıram 89-u. Eləyir 171 dərəcə. Ala biləcəyi qiymətləri tapın deyir. Ala biləcəyi qiymət 259 ilə 171. Ala biləcəyi nədir? Apar yerinə qoy, yoxla günə. Hansı ödəyir, onu götür günə. Və ən kiçiyini götür deyir. Ən kiçiyi də neçə oldu? 171 oldu. 171. Başa düşdüm, mənim sağ olun. Aha, sizdə. Nömrə 32-yə baxağın. Nömrə 32-də nə deyir bizə? 31-ə baxağın. Nömrə 31. Bucaq MOP bərabərdir neçəyə? 145 dərəcəyə. Bucaq MON bərabərdir. Bucaq NOP çıx nəyə? 27 dərəcəyə. Düz deyilmi uşaqlar? Nə var onu yazdım. İndi bucaq NOP dərəcə ölçüsünü tapın. Bərabərdir nəyə? Suala. İndi gəlin tapalım. NOP çıxılsın 27-ni bərabər eləyir 145-ə. İndi qoy şəkili çəkək. Bircə dəqiqə. Qoy görüm. MON bir də nədir? P-dir. İndi MOP neçə dərəcədir? Neçə dərəcədir? 145 dərəcədir. Düz deyilmi? İndi NOP-ni soruşur. MON plus NOP bərabərdir MO nəyə? Deyə. Uşaqlar, baxın, bu qırmızı, bax buradan bura MON, indi göylə işarələyirəm. NOP nəyin cəminə bərabərdir? Qaraladığımı. Düz deyilmi? Bu bucağı verir də. İndi bucaq MON plus bucaq NOP. MOP neçə dərəcə verib? Neçə dərəcə verib? 145 dərəcə neyini veribdir. İndi MON-in yerinə nə yazacağım? Bu nəyə bərabərdir? Bucaq NOP çıx 27 dərəcə plus bucaq NOP bərabərdir nəyə? 145 dərəcəyə. NOP, 2 NOP bucaq NOP elədimi? Bu da çıxaqsa aşağıda üstə gələk olurmu? 27 dərəcə gəlirəm. 2 bucaq NOP bərabərdir. 145-in üzərinə nə gəlirəm? 27 gəlirəm. 172 elədimi?
Hə? Bəli. Deməli, bucaq Müəllimə, N, bu bizə izah edir də. O, P bərabərdir. 172-ni də nəyə böləcəm? 2-yə İkiyə. böləcəm. 8 dəfə 86 dərəcə. İndi məndən də nəyi soruşurdu? NOP-ni soruşurdu. Neçə dərəcədir? 86 dərəcə. 86. Nigar, bura bax. Bax, bu bucaq, üstə gələk bu bucaq, ümumi bucağı vermirmi? Diqqətlə bax. Bəli. İndi bu bucaq hansıdır? Bucaq MON plus bucaq NOP bərabərdir MOP-yə. Bir bax bir. Bəli. Bəli. Aha, MON-in yerinə nə yazacağam? Neçə veribdir? 145. Yox. 145 elibdir. MON-i Bucaq çıxılsın 27. veribmi? Gətirdim MON-in yerinə bunu yazdım da. NOP-nin də Bəli. yerinə heç nə verməyib axı, özünü yazdım, onu soruşur. Bəs MOP-nin yerinə nə yazdım? 145 dərəcə yazdım. NOP neçə dənə NOP elədi? 2 NOP bərabərdir. 145 ilə üstə gələcək 27. Bir tərəfə üzərindən müsbət olacaq da. Vurmaz aşağıda nə Sonra olur? da Bölmə. Sonra da 145 ilə 27 toplayacaq, eləyəcək 172. Sonra da böləcək də. Aha. Bir de 100 sistem tənliklərlə də böləcək yeri üçə. var idi. Prosta sistem tənliyi keçməmişik, ona görə bu yolla elədim. Sonra 33-ə keçək. Nömrə neçə? 33. 33. Belə, belə, belə. A-dır, O-dur, B-dir, C-dir. Bucaq A, O, B çıx. Bucaq A, O, C bərabərdir neçəyə? 28 dərəcəyə. Bucaq A, O, B çıx. Bucaq B, O, C bərabərdir neçəyə? 41 dərəcəyə. Belə. Bucaq A, O, B bərabərdir nəyə? Suala. Suala. Aha. İndi bura baxın. A, O, B-ni bilmirəm. Neçə qoyacam? Sakit qal, dərsdəyəm. X-dır. A, O, C-yə bir dənə Y qoyaq. C, O, B-yə də bir dənə nə qoyaq? Z qoyaq. A, O, B nədir? Nədir? A, O, B hansı bucaqdır? X. bucağı. X. Baxın, A, O, B. Hansı bucaqdır? bucaq. X bucağı. X. A, O, C hansı bucaqdır? Y. Gətirdim yerinə qoydum Y. da burada. Bərabərdir neçəyə? Qarışdırmayasınız da. Bucaq A, O, C yazana kimi qarışdırılır. Bucaq A, O, B neçə dərəcədir? Z-dir. Bucaq B, O, C. Yox, A, O, B X-dır. Bu da Z-dir. Bərabərdir. Neçə dərəcədir? 41 Bir dərəcə. dərəcədir. 1 dərəcə. İndi Sistem tənliyi. 28-dən 41 toplayırıq. İndi gəlin yerinə qoyaq. Ümumiyyətlə bax bu bucaqlar neçə dərəcəyə bərabərdir? X plus Y 360 plus Z neçə dərəcəyə bərabərdir? 360-a. X-in yerinə nə yazacağam? Hamısını X-in aha. X-in yerinə nə yazaq? X-in özünü saxlayaq. Saxladıqmı? bəli. İndi yerinə qoysaq X bərabərdir. Y-in yerinə nə qoyacam? X çıxılsın 28 qoyacam mı? Buradan Y-i tap. X çıxılsın 28 oldu mu?
İndi z-i tap. Z-i tap. Nə olur? X çıxılsın 41 dərəcə oldu mu? Z bu üzə keçdi, 41 də bu üzə keçdi. Z mənfi ola bilməz axı. Hamısını X-a gətirirəm. X çıxılsın 41 oldu mu? Bərabərdir. Neçə dərəcəyə? 360 dərəcəyə. 1x, 2x, 3x. Mənfi 28, mənfi 41. 9, Burada 69. Bərabərdir. Bərabərdir. Neçəyə? 360 dərəcəyə. 3x bərabərdir. Çıxaqsa aşağıda nə olur? Üstə gəlim olur. Dəyən olur. 360-ın üzərinə neçə gəlirəm? 69 gəlirəm. 429. 3x bərabərdir. O deyir müəllim. 429. 143. İndi vurmaz aşağıda bölümü olur. Bir dəfə, 4 dəfə 143 düşür. X-a nə tapdım? 143 tapdım. Məndən də AOB-ni soruşurdu. AOB də elə X idi. Neçə dərəcəyə bərabərdir? 143 dərəcəyə nədir? Bərabərdir. O birisini də bu yolla eləyirsiniz. Keçən qonşu və qarşılıqlı bucaqlara. Nömrə 1. Eləyə bilməsəniz suallarınızı Linkin vaxtı deyirsiniz. deyil ki. Buyurun, baxın. Hə, vaxtıdır. Dayanın. Qoy kaydı dayandırım.